Ötən həftə İranla Amerika Birləşmiş Ştatları arasında daha bir qalmaqal yaşandı. Bu dəfə dava nüvə proqramı ilə bağlı deyildi. Qərb mediası xəbər yaymışdı ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Fars körfəzinin adını dəyişib Ərəb körfəzi qoymaq istəyir. Trumpın Meksika körfəzini Amerika körfəzi adlandırması kontekstində bu xəbər o qədər də təəccüblü olmadı. Üstəlik, xəbər Amerika Birləşmiş Ştatları prezidentinin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində yayıldı və Trumpın ərəblərə, xüsusən körfəz ölkələrinə belə bir jest etməsi mümkün sayıldı. Elə bu da İran siyasi dairələrində, eləcə də cəmiyyətin fars dilli kəsimində ciddi narahatlığa səbəb oldu və geniş reaksiya doğurdu. İran prezidenti və Xarici İşlər Nazirindən tutmuş keçmiş İran şahının oğluna qədər iqtidarlı müxalifətli çeşidli simalar məsələyə kəskin münasibət bildirdilər və Fars körfəzinin adının həmişə Fars körfəzi olaraq qalacağını bəyan etdilər. Məsələ sosial şəbəkələrin də əsas müzakirə mövzularından birinə çevrildi. Doğrudur. Sonradan Trump bildirdi ki, Fars körfəzinin adı ilə bağlı hələ qəti qərar qəbul etməyib. Həm də heç kəsin xətrinə dəymək istəmir. Amma iş orasındadır ki, bu mübahisə Trumpın ortaya atdığı məsələ deyil. Ötən əsrin 60-cı illərindən bəri bu məsələ üstündə İranla Ərəb ölkələri arasında vaxtaşırı mübahisə yaşanır. Deyilənə görə, Fars körfəzini ilk dəfə Ərəb körfəzi adlandıran şəxs 1958-1963-cü illərdə İraqın baş naziri vəzifəsini tutmuş Əbdülkərim Qasim olub. Bəziləri də Ərəb körfəzi adından ilk dəfə Misrin məşhur prezidenti Camal Əbdülnasirin istifadə etdiyini bildirirlər. Hər necə olsa da, hazırda Ərəb siyasi dairələrində və mediasında əsasən Ərəb körfəzi yaxud sadəcə körfəz adından istifadə olunur. Hətta Google xəritəsində də Ərəb körfəzi adı Fars körfəzi ilə bərabər işlədilir. Amma Fars körfəzi yoxsa Ərəb körfəzi müzakirələri kontekstində İranda yaşayan Azərbaycan türkləri başqa bir məsələyə diqqət çəkdilər və tamamilə məntiqi olaraq son 100 ildə İranda türkçə yer adlarının məqsədli və sistemli şəkildə dəyişdirilməsi siyasətini xatırlatdılar. Bəli, vəziyyət belədir. Bir körfəzin adının dəyişdirilməsi ehtimalına kəskin etiraz edən İran siyasətçiləri və ziyalıları öz ölkələrində hakimiyyət tərəfindən yüzlərlə türk toponiminin dəyişdirilməsini və fars adları ilə əvəzlənməsini sükutla seyr ediblər. Halbuki bu proses bir-iki toponimin dəyişdirilməsi ilə məhdudlaşmayıb və o qədər total xarakter daşıyıb ki, nəinki iri yaşayış məntəqələrinin, dağların, çayların, hətta kiçik coğrafi məkanların adları da dəyişdirilərək farslaşdırılıb. İranda türk kimliyinin silinməsi hədəfinin və pan-iranist ideoloqların işləyib hazırladığı assimilyasiya proqramının tərkib hissəsi olan bu siyasətə nadir istisnalar nəzərə alınmazsa etiraz edən tapılmayıb. Əksinə, bu xətt əksəriyyət etibarilə ariçilik mərəzinə tutulmuş İran intellektual elitası tərəfindən dəstəklənib. Pəhləvilər dönəmində dövlət siyasəti halına gəlmiş bu Türk-Azərbaycan düşmənliyi İslam Respublikası dövründə də davam etdirilib və heç kəs bu mövqeyin İslam dininə uyğun olub-olmadığını sorğulamayıb. Bu azmış kimi pəhləvilərin dəstəklədiyi paniranizm İslam Respublikası dönəmində İran şəhri ideologiyası qiyafəsində dirçəldilib və Rıza Pəhləvinin zamanında qeyri-fars xalqların assimilyasiyasını, onların dili və mədəniyyətinin unutturulmasını, o cümlədən farscaya yad sayılan türk toponimlərinin dəyişdirilməsini daha sistemli şəkildə reallaşdırmaq üçün yaradılan İran Akademiyası İslam Respublikası qurulduqdan az sonra Fars Dili və Ədəbiyyatı Akademiyası adı ilə bərpa olunub. Bu akademiyaya 20 ilə yaxındır Ayətullah Əli Xameneyinin yaxın qohumu, parlamentin keçmiş sədri Qulaməli Həddad Adil rəhbərlik edir. Bir müddət əvvəl İranda orta məktəblərdə ana dilinin tədrisi mövzusu aktuallaşanda bu şəxs rəsmi İRNA agentliyinə geniş müsahibə verdi. Həmin müsahibəni izləyən hər kəs onun düşüncəsi ilə şah dövründə paniranist məfkurənin ideoloqları olan Məhəmməd Əli Firuği və Mahmud Əfşarın
düşüncəsi arasında heç bir fərq olmadığını aydın şəkildə görə bilər. Fars dili İran əhalisinin milli pasportudur, deyən Həddad Adil sözü gedər müsahibəsində ictimai və rəsmi yerlərdə başqa dillərdə, o cümlədən Azərbaycan türkçəsində danışılmasına açıq etiraz edərək, hazırki İran prezidenti Məsud Pezeşkiyanın ana dilində çıxışlarının məqsədə uyğun olmadığını vurğulayıb. Qeyd edək ki, İslam Respublikası qurulduqdan sonra Güney Azərbaycanda dəyişdirilmiş yer adlarından yalnız şahın şərəfinə adlandırılmış yerlərin əvvəlki adları bərpa olundu. O cümlədən Rezaiyyəyə, Urmiya, Şahbura, Salmas adları qaytarıldı. Pəhləvi dönəmində dəyişdirilmiş yüzlərlə toponim isə olduğu kimi saxlandı. Məsələn, Soyuqbulaq, Mahabad, Xiyaf, Meşkin şəhər, Sulduz, Nəqədə, Acıçay, Təlxarud, Qoşaçay, Miyandoab, Sayınqala, Şahindeş, Tufarqan, Azərşəhər, Qızılüzən çayı Sefidrud adlandırılmaqda davam etdi. Həmin prosesin davamı olaraq İslam Respublikası dönəmində misal üçün Yama, Pəyam, Allahverdi körpüsünə Siyose, Pol, Göytəpəyə Təpəgüy, Ağqalaya Sefiddeş, Sofuçaya Sufirud adı verilib. Şah dövründə olduğu kimi bəzi türk yer adları sadəcə olaraq fars dilinə hərfi tərcümə olunub. Eyni zamanda Pəhləvi dönəmində Xəzər dənizi üçün uydurulmuş Mazandaran dənizi adının işlənməsinə İslam Respublikası dövründə də cəhd edilib və bu cəhd Məhəmməd Xatəminin prezidentliyi zamanı bir növ diplomatik qalmaqala səbəb olub. 2002-ci ildə İranda səfərdə olan Azərbaycan prezidenti Heydər Əliyev rəsmi görüşdə Xəzərə Mazandaran gölü deyilməsinə açıq etirazını bildirib. Nə qədər qəribə olsa da, Xəzər dənizinin adını dəyişdirməyə cəhd edənlər indi Fars körfəzinin adının dəyişdirilməsi ehtimalına görə hayküy qaldırıb. Güney Azərbaycandan olan bir sosial şəbəkə istifadəçisi bu İransayağı ikili standarta çox dəqiq reaksiya verərək belə bir video paylaşıb. Videoya əlavə olunan türk atalar sözü də çox ibrətamizdir. Pozduğun tartı gün gələr səni də tartar. Yəni, əydiyin tərəzi bir gün səni də çəkər. Doğrudan da yadda saxlamalı həqiqətdir. Hər nə vaxt Məhabad oldu Soyuqbulaq, Tikab oldu Tikantepe, Miyandoab oldu Qoşaçay, Azərşəhər oldu Tufarqan, Ərəs oldu Araz, Səbəlan oldu Savalan, onda Xəlic olar Fas.